Ukraynanın gecə saatlarında həyata keçirdiyi geniş miqyaslı dron əməliyyatı nəticəsində Rusiyanın dünyada cəmi 2 ədəd istehsal etdiyi ultra məxfi A-60 lazer sistemi ilə təchiz edilmiş təyyarə tamamilə məhv edilib. Məlumata görə, hücum Rusiyanın Taganrog şəhərində yerləşən Beriyev aviasiya zavoduna yönəlib. Zərbələrdən sonra ərazidə nüvə partlayışı effektini xatırladan parıltı müşahidə edildi. İlkin məlumatlara əsasən, A-60 lazer təyyarəsi tamamilə yararsız hala düşüb, 3 nəfər həyatını itirib, azı 16 nəfər yaralanıb. Bəzi mənbələr Putinin nüvə daşıyıcısı kimi istifadə olunan Tu-95M bombardmançısının olduğu anbarın da hədəfə alındığını bildirir. Qeyd edək ki, A-60 Rusiyanın hava müdafiə sistemlərini lazer texnologiyası ilə gücləndirmək üçün hazırlanmış, üzərində illərlə gizli sınaqlar aparılan strateji layihələrdən biri sayılırdı. Sözü gedən təyyarədən Rusiyada cəmi 2 ədəd olduğu bildirilir.